Deməli şeydə bu Türkiyə Dəyanət Vəqfi Bakı Özəl Türk liseyində oxuyan vaxtlar lisey yerləşirdi düz şeyin yanında, İlahiyyat məscidinin yanında. İndiki vəziyyətdə lisey bilməm nə təhsil verir. Bilirəm ki, təhsil səviyyəsi yuxarı olan liseydir o vaxtdan indiyə kimi. O vaxtda dərslərimizdə din dərsi var idi, mənəviyyat dərsi gedirdi dərsin adı. Paralel olaraq ərəb dilinin fonetikası dərsi var idi. Yəni orada Quran oxumaq keçirdik. Yəni sırf ərəb dilinin üstündən işləmirdik. Əlavədə bir dənə də ərəb dili dərsi var idi. Yadımdadır həmin uşaqlar, kim ki əlaqəm var az çox, bir çoxunda görürəm ki, bir inanc məsələsində boşluq var. Düzdür, din demək, inanc demək sadəcə İslam demək deyil. Din, inanc İslamdan ibarət deyil və yaxud bu İbrahimi dinlərdən ibarət deyil, inanc müxtəlifdir. Amma yəni bir boşluq kimi müşahidə edirəm ki, həmin yoldaşlarda biraz başqa cürdür. Səbəbini beynimdə fikirləşirəm. Türk liseydi də ora, hə? Türk liseydi, hə. Adı da Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi. Düzdür, Azərbaycanda Bakı Dövlət Universitetinin nəzdində gedir. Yəni öz başınalıq deyil, amma məsələ onda deyil. Amma o da Araz kursları, Qafqaz Universiteti, Xəzər bu stildə idi. Yəni abilər, nə bilim belə. Abilər məsələsi bizdə yoxdur. O mən sonra eşitmişəm. Abi məsələsi bizdə yoxdur. Bizdə hoca var, da müəllim var. Yox, nə bilim yığılıb gedilər hər həftə birində otururlar. Yox. Mən birinci məktəbli uşaqsan, hara gedəcəksən? Hə, o 9-cu sinif. Valideyn birbaşa sorğulayar ki, nə olub, nə məsələdir. İkincisi mən orada açığı 8-ci, 7-ci sinifdən mən oradan kənarlaşdırılmışam da. Yəni bir vaxt çıxmaq, bir vaxt kənarlaşdırılmaq. Ya ora düşməyin də özü şey idi də, yəni ki. Yox, daxil olanda ilk onluqla daxil. Onu deyirəm də. Sonra amma kənarlaşdırılmışam da, yəni. Özüm belə yaxşı girmişəm, amma özüm deməmiş çıxmışam. O uşaqlar hansı ki mən deyirəm inancsızlığını müşahidə edirəm də, dilinə gətirən var, gətirməyən var. Bu din məsələsini bir fən kimi, dərs kimi, yəni riyaziyyat sənin üçün müqəddəs deyil də, düz deyil. Yəni gərək necə bir fərqli insan olsan ki, riyaziyyatı müqəddəsləşdirəsən və yaxud rəsm dərsini müqəddəsləşdirəsən, fizikanı. O uşaqlar dinə də bir fən kimi qiymətləndirilmə. Şür altında fən kimi qaldı. Hə, qiymətləndirilmə fənli kimi qoyub qırağa ki, yəni bunu mən 5-liyi bilirəm, 3-lüyü bilirəm, 4-lüyü bilirəm. Mən bildiyim müəllim səni məzəmmətləyirdi. Niyə bunu düzgün oxumursan? Yəni bildiyim dərs idi də. Hətta yadımdadır mənəviyyat dərsində necə namaz qılmağa kimi keçmiş idi. Yəni məsələnin texniki tərəfləri keçirilirdi deyə məsələyə üzrə texniki baxırdım. Məsələnin əslində mənəvi məsələsi adı mənəviyyat gedir, amma mənəvi cəhəti mən elə düşünürəm ki, çatdırılmırdı bizə. Əslində düz edirdi. Hər dəfə sənə demişəm ki, öz fikrimdə, yəni kimizə fikrini şey eləməyə görə yox. Ki, yəni bu din təxmini elə 18-17 yaşa kimi lazımdır. Tərbiyə növüdür də, belə deyək. Belə bir sısmasın, evdə papaya mamaya ərkələyib ondan qorxmayanda, qorxmağa bir şey olsun, bir yerimiz olsun, ona kimi. Mən düşünürəm ki... Mən elə düşünürdüm. Yəni ki, bir tərbiyə növüdür. O elə məktəbi qutarandan sonra da elə o fən kimi də yanaşsa yaxşıdır. Elə məncə yaxşı strategiyadır o. Mən kəş orada oxuyardım mən də. Mən düşünürəm ki, ilk öncə 17-18 yaşa qədər onsuz da uşağın ən qorxduğu yer elə valideynidir. Ən çəkindiyi yer, baş qaldırdığı yer də valideynidir, amma çəkindiyi yerdə valideyn qaydalar məcmusu var, qaydalar şey var, toplusu var. O qaydalar da valideynə baş qaldıranda da bir dənə şef olmalıdır da həmişə arxada. Ola bilər bəlkə də yanaşmanda nəsə var sənə görə haqlı tərəfin, amma məsələ təkcə belə deyək də tabe olub olmama, qaydalar toplusu məsələsi deyil. Məsələ biraz da həyata doğrudan da niyə gəlmə məsələsidir. Bunu texnikiləşdirməmək məsələsidir. Hər şey texniki deyil axı həyatda. 20 yaşından sonra din sənə nə edə bilər? Yox, nə edir sənə? Din sənə nə kömək eləyir? Belə deyək də, ən birincisi məncə deyilir deyə sadəcə eləmək yanlışdır. Bu ilkdir. Sadəcə deyilir deyə, belə deyilib. Budur. Sorğulayanda hətta bir
dini şəxs kimi tanınan bəzi adamlar var ki, onları sorğulayanda ki, bu niyə belədir? Bu belədir. Bu hökmə qarşı çıxma, cəhənnəmə düşərsən. Yəni bu məsələ deyilir olmamalıdır. Bir də elə belə bir şey sən dediyin məsələ valideyni dedi, eləmədin, daha yuxarı kimsə deyir. Yəni məsələ bu deyil axı. Bir yaşa kimi dediyim kimi o tərbiyə növüdür. Qorxmağa bir adamın olmalı tərbiyə növüdür. Ondan sonra din bizə nə öyrədir? Disiplin öyrədir əsas. Disiplini özün dərk eləsən, disiplin bunu eləyə bilərsən özün üçün. Pis vərdişlərdir. Pis vərdişlərdən uzaq ola bilərsən. İçki də aşağı yuxarı olsa, din olsa da olmasa da başa düşürük ki, bizə bir yəni mən əsas 5 dənə primitiv o standart highlightlar danışıram da belə deyim. Ondan sonra başqa nə inanmağa bir yerimiz olmalıdır. Hər an olsa bir inancı var. Yəni ki, belə bir hədəf qoyub qabaq ona inansan daha belə aşağı yuxarı eynidir də belə mənə görə. Bu başqa belə bir şey mənə bir qatmırsa, 20 yaşından 18 yaşından sonra mənə din nəyimə lazım. Din okey bilsən kimə lazımdır. Bir 40 yaş 50 yaşındadır. Yolu düzgün deyil və yaxud nə bilim ya narkomandır ya nəsə də onu qorxudub düzgün yola bu praktikada var da gətiriblər. Onun üçün istifadə edə bilərsən bir şey, terapiya kimi. Məsələ nədir? Biri var ki, dini hansı məqsədlərlə məncə belə demək olar, hansı məqsədlərlə istifadə eləmək olar başqa bir məsələdir. Ki, məsəl üçün idarə etmədə, qorxutmada və s. yeri gələndə dövlət idarəçiliyinə kimi praktikası var qonşu Türkiyədə. Yəni, burada necə istifadə edə bilərsən, bu başqa məsələdir. Amma insanın əslində niyə ehtiyacı var, nəyə görə ehtiyacı var? İnancsız mənim nə qədər dostum, hətta yaxınım olan adamlar var ki, qorxu anında, çətinlik anında, ay Allah qurban olum, inşallah, maşallah, əlhamdülillah. İnşallah bizdə biraz belə salam əleykum kimi bir şey də, yəni ki, onsuz mən də bunu sənə deyəndə deyəm ki, sabah inşallah görüşək. Ay Allah, ay Allah demək də var, axı başa düşdün. Bu insanın ehtiyacıdır. Hər şeydən əvvəl məsələnin elə texniki tərəfinə baxsan, insanın ehtiyacıdır bir inanc. İnsan inanmamış tam deyil. Natamamdır, o axtarışda qalır. Axtarış gözəl şeydir ya, olmalı. Axtarışsız da bir mənasız olur həyat. Ancaq işə qapanmış olursan, ancaq məsəl üçün nə bilim hansı zövqə qapanmış olursan axtarışsız. Yarır ya məsələlər adamı. Bizim missiyamız nədir? Niyə gətiriblər bizi dünyaya falan şey. Başa düşdü də. Məsələ bilirsən hə? Bu ilişdirmək sualları var. Mən elə düşünürəm də. Bəhsə aparan suallar. Sənin nə dərəcədə narahat edir öz missiyan? Bu məsələ var da. Yəni sənin özün üçün hal-hazırda təyin elədiyin missiya məsəl üçün nədir? Yəni missiya. Mən özümə çox missiya təyin edirəm. Əsas missiya nədir? Obraz ki var ya, o suallarla insana qarşı-qarşıya qoyur. Bax, məsələn bir obraz səsləndirir ki, Nihat özü səsləndirir ki, nədir bu dinin missiyası? Dinin missiyasını qoy bir kənara. Sən daha doğrusu nədir dinin insana yüklədiyi missiya? Mampasıda olan var deyə həyata gəlmişik ki, anamızın, atamızın sözünə baxaq, özümüzü yaxşı aparaq, başa düşdün. Yəni budur da missiya. O seriyadı deyil, namuslu ailə həyatı. Prosta ki, məsələ nədir? Nə demək istəyirəm? Fikrim biraz yayındı. Sən missiya sualını verəndə dinin insana yüklədiyi missiya ilə maraqlanırsan, bir insan olaraq özün və yaxud ümumi insanlığın missiyasını nədə görürsən? Ki, sən bir də dinin verdiyi missiyanı sorğuluyursan da, başa düşdün. Yəni, şəxsən mən dinsiz və yaxud dinlə özüm də tam missiya belə deyim də, aydınlaşdırmamışam da. Öz prinsiplərim var. Amma missiya başqa bir şeydir də. Yəni, bu çox ideal nöqtədir bunun müzakirəsi. Yəni, din, belə deyək də, dini inanmağa, dini inanca bir kök tapmalısan, falan tapmalısan, inanmalısan ki, yəni din inanmalı bir şeydir, yaradan, onun qanunları və s. Ondan sonra missiya məsələsi var. Yəni missiya məsələsi qapını açan yer deyil. Missiya məsələsi gəlmirsən bir yerə çıxmısan, ondan sonraki mərhələdir ki, indi mənim missiyam nə olacaq? Yəni təsəvvür elə, uşaq hazırlaşdırırsan universitetə, sən bu ilə məşğul olursan da, universiteti bitirib nə edəcək missiya məsələsi biraz sonraki sualdır da. Hə, ola bilər ki, o uşaq onu, daha doğrusu o müəllim onu əvvəldən bilir. Amma uşaq onu sonra başa düşəcəkdir missiyası nə olduğunu. O sadəcə universitetə hazırlaşır, gedir. Hazırlaşır, riyaziyyat oxuyur, coğrafiya. Bu nə deyir, mən nəzimlə düşdüm. Problem də oradadır. O da həmişə onu deyirəm, sorğulamırıq ona görə başa düşürəm. Sorğulamaq onsuz da... Mən müəllimə də sorğulamıram ki, mən bunu niyə oxuyuram? Ya evdə də mən bunu niyə oxutdurursan?
əzbərim yaxşı olmadığına görə bu günləri nə desəm, sadəcə məna olaraq yadımda qalan hissələrdən indi heç kimi görmürük, sorğulayaq ki, nə edirik burada? Yadımda qalanlardan deyəcəm də. Allahın, yəni hansı Quran ayəsində, hədisdə və s. bilmirəm. Amma Allahın insana verdiyi ən böyük nemət, mənim oxuduğum vaxtıyla mənbələrə görə insanın məntiqidir. İnsanın məntiqi ən vacib nemətdir. Və məntiqi kənarlaşdırmadığın halda sorğulamaq bir funksiyanda varsa, sən onsuz da məntiqi bir şeyə gəlib çıxacaqsan. Yəni bu fərqi yoxdur. Hansı dindən başlayırsan başla, hansı inancdan başlayırsan başla. Şəxsi öz inancını formalaşdır. Məntiqin varsa ki var və sorğulama qabiliyyətin varsa, sorğulayıb gəlib çıxacaqsan bir nöqtəyə. Məsələ hansı dində olmağın məsələsi belə deyil. Məsələ ümumiyyətlə inanmağa ehtiyacın varmı? Varsa inanmağa layiq olan kimdir? Tapdınsa o nə deyir və s. və axı bu biz necə etap olan şeylərdir. Sadəcə və sadəcə ay inanmıram, elə şey olar, mən görmürəm. Bu bilsən sadəcə danmağın yollarıdır. Hə bu bir savadlı versiyasına keçəndə də sən dediyin suallar. Bizə 2 dənə variant qabağında qoydu. Sən bu Black Mirror kinosu var, serial yox, kinosu. Kinosunda bir dənə yer var. Sən məsəl üçün oğlanla Diablar eyvanda söhbət edirlər. Bir momentdə sən kinoya elə bir ki variant gəlir belə ki, yəni açsın özünü yoxsa yox. Kino necə davam eləsin? Sən seçirsən, başa düşdün? Yəni sən də bu hər bir ehtimalda bu həyatda özünü seçə bilirsən. Yəni bu bütün qaydalara da deyim və yaxud da o dilləri alın yazısına deyim. Bunların hamısına bir zid bir şeydir də bu. Sən özün məntiqin var, seçə bilirsən bunu. Aha. Yəni bunu seçə bilirsənsə, sən öz məntiqinlə davam edə bilərsən. Yəni həyatda da belə deyim sənə bir missiyan olsa belə sən bunu bir şey necə izah edeyim? Bu bir yolumuz yoxdur da ki, bir missiya qoyublar ki, buna çatacaq, bunu eləyəcək, bizim üstümüzdə bir plan qurublar. Biz o bütün planları alt-üst eləyə bilirik. Mən razıyam. Onsuz da insan iradəli məxluqdur. Yəni bunu bir çox dinlər də deyir. Hə. İnsan iradə sahibidir də. Bir çox dinlər də deyir. Yəni təməl dini inancda mən başa düşdüyüm qədərilə idarə etmə məsələsi yoxdur. Pultlu bir maşın deyil insan. Yəni onsuz da hansısa bir din onu da iddia eləmir. İddia eləsə onsuz da dinin inanc fəlsəfəsində biraz belə şey olar, uyğunsuzluq olar. Amma yox, din bunu iddia eləmir. Din demir ki, biz deyirik, sizdə olur. Din insan deyilən məxluqa azadlıq verdiyini, ən azından İslam tam olaraq bunu deyir ki, yəni insan azaddır öz iradəsində. İnsan seçir. Hə, o iradəni kiməsə verib başqa məsələdir. İradəsi azad olmayan insan var. Sistemə tabe eləyən, kiməsə tabe eləyən, şəxslərə və yaxud ümumi dünyanın hal-hazırdakı axarına uyğunlaşdıran özünü insanlar var. Yatdığı vaxtdan, durduğu vaxtda, nə bilim, yediyindən, içdiyinə, hər şeylə sistemdən axan adamlar. Həm də şeylərə də biraz ad veriblər, yəni uyğunlaşdıra bilirsən ki, məsəl üçün mənim nəfsimə şeytan adı veriblər. Nə bilim, cəhənnəm, vicdanıma məsəl üçün də belə deyim. Mən bir haqsızlığa göz yumub gecə evdə oturub yatanda onu fikirləşirəm. O mənim vicdan əzabı çəkirəmsə ki, mən bu haqsızlığa göz yumdum. Bu mənim cəhənnəmimdir. Sənə bir yaxşılığım dəysə ki, təmənnasız yaxşılığım dəysə, amma bir onun feedbacki gələndə bu da mənim cənnətimdir, başa düşdün. Hər bir şeyə bir ad veriblər. O adlarla da bizi böyüdüb qorxdu. Bir dənə kino vardı, orada baxırdım. Səngərdədilər, 2 dənə əsgərdir belə səngərdə dayanıblar bu tərəfdə. O tərəfdən atışma gedir. Yəni qırğın düşüb də deyir ki, narahat olma da, Allah bizləndir. Deyir, Allah bizləndirsə, bəs olan yanındakı kimdir? Başa düşdün. Yəni nə oldu? Bizə də kömək eləyəcək, ona da kömək eləyəcək. Bax, mən bunu sual kimi qəbul edirəm. Buna cavab yox, başqa şey deyəcəm. Sən dedin ki, şeytan və nəfs məsələsində nəfsimizin adını şeytan qoyublar. Deməli bir dənə yaxşı bir post görmüşdüm. Deyir, əgər sual verir, beynimdəki səs mənəmsə, qulaq asan kimdir? Cavab məndə yoxdur. Yəni bəlkə də elmi cavab verən olar, fəlsəfi cavab verən ola bilər. Mən bunu gətirirəm din məsələsinə. Sən deyirsən nəfsimizin adını şeytan qoyublar. Bəs danışan kimdir, qulaq asan kimdir? Danışan, qulaq asan, fikirləşəndir o. Məsələ bilsən nədədir? Mənim inandığım budur ki, nəfs deyilən şey var. Nəfs nədir? Sənin özündə heyvani qoyulan şeylər də belə deyək də, hazır kodlar. Hətta heyvani instinktlərdir. Yemək lazımdır, filan şey eləmək lazımdır, bəhmən şey eləmək lazımdır, cinsi istəklər və s. və axır bunlar sadalanır. Səndə var kod olaraq. Ağıl tərəfin var ki, bunu belə olar, bu belə olar, bu belə olar, bu belə olar. Qaldı 2 dənə. Bir də var 3-cü tərəf.
sənin ağlın, nəfsin və biraz da şeytan. Şeytan orada hardadır? Şeytan orada bilsən hardadır? Sən bilirsən ki, məsəl üçün də qarşıdan Ramazan ayı gəlir. Orucluqda oruç tutmaq lazımdır. Məsəl üçün deyirəm də belə çox uşaq variantı izah edəcəm. Və şeytan orada sənə icazə verir. Deyim ki, belə mənim mədəm də ağrıyır da, yox da, ağrıyır da. Gedib yoxlatdırım da, yox, mədəm ağrıyır. Yox, mənim yəqin ki, mədəmdə problem var, mən tutmayım orucu. Məsəl üçün, mən dini baxımdan izah edirəm, başqa şeylərdən də izah edə bilərəm. Məsələ buradan uzağa, yəni ki, mən bir yerə gecikirəmsə, getmək istəmirəm ora, başa düşdün? Yəni mən bunu onsuz da eləmək istəmirəmsə. Yox, xarakter məsələsi başqa şeydir. Yox, mən bunu onsuz da eləmək istəmirəmsə, evdə papa mama, nə bilim, işdə kimsə yəni məni ora məcbur eləməsin deyənə özümə bəhanə axtarıram. Onsuz da bunu sən o tutmaq istəmirsənsə, tutma. Okey, bu məntiqli izah verirsən, amma bu bir çox insanda belə baş vermir axı. Bir çox insanda dini məsələləri qoy bir qırağa. Bilirsən ki, hansısa işi bitirməlisən. Bu günləri saat 12-də məsəl üçün bitirməlisən. Bitirməyib hansısa bəhanələrlə uzadırsansa, o bəhanəyə inanırsan, inanmırsan, o mənə elə gəlir ki, sənin daxilindəki o şeytana tabe olma dərəcəndən asılıdır ki, mən buna bu izaha inandım, inanmadım, yəni inanmış kimi görsəndim. Bir şeydə axı atdım onun boynuna, başa düşdün. Atdım onun boynuna deyəndə mən onsuz da mən danışdığım versiyada demirəm ki, o eləyir. Mən deyirəm ki, kim qulaq asır, kim icra eləyir məsələsi var. Yəni o ancaq elə tərlana və yaxud nihada eləmir ki. O vəsvəsə təkcə bir nəfərdə deyil ki, hamıda var o vəsvəsə. O vəsvəsə ilə bacarmaq da onsuz da məsələ. Hərənin öz dilində qorxusu var. Sən hansısa sənin məsəl üçün tutaq ki, yaralı yerin belə deyək də tənbəlliyindir. Mənim yaralı yerim qorxumdur. Mənə görüb durub tənbəlliyinə necə vəsvəsə sala bilər? Ağır işdir. Mənim üçün okey, ağır, lap yaxşı. Məsəl üçün deyirəm. Sənə durub desə ki, yox, qorxuludur da. Mənim qorxumla nə problem var ki? Gedəcəksən. Hərənin öz dilində bir vəsvəsəsi olur. Bu beyində necə baş verir? Bunun elmi izahı var, yoxdur. Məsələ o deyil. Onsuz da bir çox şeylər var ki, dini fərqi yoxdur, İslam və yaxud digər dinlərdə. Dinlə elm bir-birini tamamlayır, izahını verir. Və bu izahı bəzi adamlar deyir ki, gördüm, bu beləymiş, bu deyilmiş, möcüzə deyilmiş. Bunun izahı varsa, bu dinin dediyini nə qüvvədən salır? Qüvvəyə mindirir də, əksinə. İzah verildi də buna. Yəni, prosedurun izahı. Yəni, məsəl üçün, tutaq ki, hamı deyir ki, Nihat möcüzəvi şəkildə güclüdür. Hamını qol gücündə yıxır. Düzdür? Bu qol gücündə yıxmağın kimsə gəlib elmi izahını verirsə ki, bu başdan ayağa uşaqlığından protein qəbul edilmiş, buna görəymiş. Bu məsələni nəsə qüvvədən salmıraq, bu məsələ düzdür də. Düz idi də. Yəni sadəcə elmi dildə izah vermirdi. Sadəcə deyir ki, bu belədir. Buyur. Nə deyir? Elə onu fikirləşirəm. Sən danışa ki, yəni bir şey olub, onsuz da ona belə bir tərif veriblər. Belə deyim də, bir avam adamlar üçün bir şey yaradıblar ki, lap belə dibinə gedib oradan gələcəm yavaş-yavaş. Səhvdirsən, səhvdirsən. Sən fikrin. Bir qayda-qanun olmayıb. Qayda-qanun olmayıb. Oturublar bir dənə kitab yazıblar ki, gəl bu qayda-qanun yazaq, bir konstitusiya yazaq. Amma dünyəvi olsun da, başa düşdün. Yəni ki, indi kim inanar, kim inanmaz özü bilər. Oturub bu konstitusiyanı yazıblar. Biri deyib ki, bu konstitusiyaya biraz da əlavə eləyək, bu dünyanı bir iki yerə bölək, məsələn. Bu tərəfdə belə idarə olunsun. Sonra sərhədlər çəkiləndən sonra, hərənin özünün ölkəsi olandan sonra, bir konstitusiyası olandan sonra o din səncə qüvvədən düşür? Məncə deyəndə ki, qüvvədən düşür. Məncə qüvvədən düşür. Artıq bir qorxu ilə saxlamaq lazım idi o kitabları, o konstitusiyanı ki, güya mənim ölkəmin konstitusiyasından daha üstədir o. Mənə görə belə olub. Bilirsən necə, sən çəkdiyin nümunə yenə də idarə etmə məsələlərinə, siyasi məsələlərə gedir deyə. Adam çox onun üzərindən danışa idarə edə bilərsən? Bu cəmaatı nə ilə idarə edə bilərsən? Konstitusiya ilə idarə edirsən. Konstitusiya ilə idarə edə bilərdin. Konstitusiya olmayanda nə ilə idarə edə bilərdin? Tarixi idarə etmə, idarə edici şəxslərin tərəfinə baxdıqda bir çoxu dini icra eləməyib də. Yəni hal-hazırdakı mövcud, əvvəldən qəbul olunan və sair dinləri icra edənlər sadəcə üstün deyil. Sadəcə üstündə daha çox güclü adamlar. Dini özünə şey qoymayıb. Yəni sənin bizim adını çəkə biləcəyimiz adamların heç biri ola bilər fəlsəfə
ilə az-çox məşğul olub, öz şəxsi fikirləri olub, fikirlərini biraz yeridib, amma hansısa dini əlində bayraq tutanlar olmayıb. Onlar mənim fikrimcə onlar mövsümi deyim, qısa müddətli də insan həyatı üçün uzun müddətli görsənə bilər, amma qısa müddətli tarixi şəxslərdir. Onlar bu gün var, sabah yoxdular. Yəni mövcud olan adamlar öz ideologiyalarını ortaya qoyan adamlardır. Səmimi olan, plagiat olan adamlar deyil. Hansısa mövcud sistemdən istifadə edən adamlar deyil. Doğrudan da çarə gətirən. Yəni çünki məsəl üçün biznesin özündə də elədir də, hansısa biznes var, eyni şeyləri hamı eləyir. Hamı məsəl üçün gül satır. Hamın bir roadmap var. Kimsə kənardan dayanıb baxırsa ki, burada uyğunsuzluq nədir, istənilən nədir, şəraitin tələb elədiyi nədir, mənim istədiyim nədir? Orada artıq o eynilikdən çıxır, ya inkişaf edir, ya batır, məsələ o deyil. Amma en azından eyni olmur, plagiat olmur. Sən dediklərin də plagiat şəxslərdir, plagiat idarə etmə sistemləridir. Bu din onun üzərindən qurulub məsələsi ola bilər, bəlkə də məntiqi səslənir. Burada nümunə gətirmək olar ki, məsəl üçün müqəddəs kitablardakı bəzi faktlar ki, hansı ki, həmin dövrə uyğun gəlmir o faktın mövcud olmağı. Yəni durub o faktları sadalamaq başqa bir məzmuna aparmaq istəmirəm, amma ki, yəni bu cür şeylər də var. Deməli, bir şey yadıma düşdü. Nə idi? Evrim Ağacı. Türklərdə bir YouTube kanalı var. Gəlmişəm, baxmışam. Onun bir dənə şeyi çıxdı, buraxılışı çıxdı, YouTube'da baxdım. Deməli, məsələ nədir? Nəyin araşdırması gedir? Elm adamlarının fərqi yoxdur, bu fizikaçısı, coğrafiya üzrə və s. Elm adamları da yəni dini inancları məsələsi, statistikası gedir. Həmişə bizə şey göstərə bilərdi, nə bilmir. Einstein ateistdir, çıxdı dərsdə amma şeydir. Sonra dedilər xristiandır. Sonra dedilər müsəlman. Bunlar 50-nin 50-yədir qardaş. İndi orada bir var ya, o 51, 47, 48. Məncə olan belə bir enerjisi və axot olmayıb otursunlar. Din haqqında müzakirə aparsınlar. Soruşanda deyib yaz ora nə filan. Heç ona maraqlı olmuyor. Yox, məsələ onda deyil. Bunların içərisində yəni uzun fikir bildirənlər və s. var da. İndi maraqlı olsa keçib baxarsan, bilmirəm o funksiyanı bacaram yoxsa yox, qoyaram bir qırağa əgər alınsa, keçid qoyarıq ora, həmin YouTube səhifəsinə, həmin YouTube videosuna. Yəni orada izah edir ki, inanc məsələsi, sözü ora gətirəm, əslində elmin dərəcəsindən asılı deyil. 100%. Yəni elmi izahdan asılı da deyil. Yəni sən elmi izah tapa bilərsən əksinə, elmi izah tapa bilərsən təsdiqinə. Yəni bu o demək deyil ki, elm və din düşmən və yaxud dostdur. Elm də var. Din biraz daha çox fəlsəfədir mənim fikrimcə. Daha çox fəlsəfəyə yaraşır. Yəni mənim fəlsəfə haqqında çox anlayışım yoxdur. Din haqqında az çox bir təhsil müddətim olub, təhsilini almışam. Az çox hamınız kimi maraqlanmışam. Çevrəmdə biraz din tanıyan insanlar olub deyə, İslam yönümlü, amma yəni bir bildiklərim var və öz yanaşmam da var paralel olaraq. Özümü dərk etdikcə, özümü harasa tapdıqca öz yanaşmamı da qoyuram ortaya. Bəlkə də günahdır, bəlkə də deyil. Məsələ o deyil. Məncə gözüyumlu inanmaq məsələsi düz deyil. Mən bu tərəfdən səndən razıyam. Amma gözüyumlu inanmamaq məsələsi də düz deyil. Sadəcə inkar eləmək, istənilən vəziyyətə baxaraq, bir sorğuya düşməmək, bir fikirləşməmək, o sorğudan qaçmaq ki, deyən görə işimiz gücümüz var. İşimiz gücümüz var, amma nəyə görə var? Bu şeygildə DJ Turanla Əli Xəyyamın bir dənə postu var idi, söhbətgahda buraxdılar ya da öz şəxsi profilində yadımda deyil. 1 milyonluq sual deyir şey üçün. Necə 1 milyonluq sual? Səhv etmirəmsə, startup üçün 1 milyonluq sual kimsə verib bunlara. Bunlar da belə bir ad qoyublar o suala ki, 1 milyonluq sualdır. Sonunu harda görürsən? Bu biznesin, bu startupın sonunu harda görürsən? Sonunu necə görürsən? Və bunu da yəni yaxşı danışırlar ki, orada yəni sən həyata biraz yönləndirirlər o sualı. Mən də insan məncə öz həyatını bir yönləndirməlidir. Bu yaşadığımız materialist həyatda sonunu harda görürük? Necə görürük? Və bundan sonrası varmı bizim üçün? Bu yəni iş güc, okey, mən özüm bilirsən ki, işləyən adamam, işə vaxt ayıran adamam.
Mən də bəlkə unudan adamam bu tərəflərini, sualların. Amma doğrudan da bunu mümkün qədər unutmamaq lazım ki, bunun sonu nədir? Sonundan sonrası varmı, yoxmu? Sadəcə insan, yəni Nihat bu dünyaya gəlmişdi, 2 dənə gül satıb 2 söhbət podkast hazırlasın. Yəni bu qədər sadə biraz şeydə axı dəyərsizdir də. Daha dəyərli olmaq üçün ilk növbədə hansısa bir inanc olmalıdır məsələn kökündə. Sonra ona dəyər qata bilərsən. Çünki mən 90, sənin xətrinə və 100, 120 yaşımda elm inkişaf eləyər, partlayar, mənim də cibim dolu olar, özümə investisiya ayıraram. 120 yaşımda deyək ki, öldüm mən. Nə qatacaq bu mənə? Və yaxud həyata mənim inanmadığım halda, bunun bir kökü olmadığı halda, yəni mən ancaq pul üçün yaşadımsa, okey. Yaxşılıq üçün yaşadımsa, yəni yaxşılıq hara qədərdir? Mərhəmətimə qədər. Mərhəmət eləmədiyim yerdə pis eləyəcəm. Yəni bu suallar çıxır da ortaya. Deməli nəsə bir inanc kökü olmalıdır. Çünki sən hamıya qarşı xoş ola bilmərsən. Hamıya qarşı mərhəmətli ola bilmərsən. Yəni insan var ki, mərhəmətə ehtiyaclı haldadır, amma necəsə sənə gəlmir də o. Olub bəlkə, məndə olub. Adam var, baxırsan ki, doğrudan bu adamın əslində mərhəmət ehtiyacı var. Yazıq bir vəziyyətdədir. Gəlmir mənim içimdən. Məsəl üçün xüsusilə narkotik aludəçilərində, bilməm, mən də müşahidə eləmirsən yoxsa yox, gəlmir içimdən mərhəmət. Düz deyil. Mən bilirəm ki, düz deyil, amma içimdən gəlmir də qardaş. Eləyirəmsə də belə özümə sıxaraq nəsə eləyirəm. Amma içimdən gəlmir. Nəsə xoşum gəlmir o özünü o yerə gətirən insanlardan. Axı təmənnası olan hər şey maraqsızdır. Təmənna kimi baxma. Niyə təmənna kimi bax da, təmənna başqa. Buyur. Belə ona görə şey eləmədim. Yəni fikirləşirəm ki, sən danışdıqca fikirləşirdim onda. Ki, yəni adicə münasibətlərdə də elədir. Məsəl üçün bir dostluq münasibətlərində bir çox vaxt indi səmimidirsə əgər bu, bir təmənna olmur da, bir münasibət olur ki, hansı ki heç kimindir, nə qanundan, nə canundandır. Prosta bir çiyin-çiyinə yol yersən də bir 20 illik yol gedirsən, hələ bundan sonra bir 20 illik gedərsən. Bir də olur, məsəl üçün gəlir bir münasibətə ad qoyaq da, evlənməliyəm deyənə bir qız axtarıram və yaxud da qızdır, evlənməliyəm deyənə bir oğlan. Burada bir təmənna var, evlilik. Başa düşdün? Yəni bu bir gün soğuya bilər, bir gün qutara bilər, bir gün əsəbləşə, bir gün küsə bilərlər, inciyə bilərlər. Burada din neyləsin qardaş? Burada dinə mən nümunə verdim ona ki, dedim yəni bu o mənada ki, yəni bir təmənnası olan hər bir şey maraqsızdır. Təmənnası olan hər bir şey nə bilim məntiqsizdir mənə görə. Amma bir də var təmənnasız da, yəni ki mən bunu elə yaxşılığı nə üçünsə eləyirəmsə və yaxud da nə bilim dedin nəyə yaxşılıq eləyim və yaxud da sonra da nəsə misal çəkdin. Mərhəmət hissi olmayan yerdə nə edeyim? Hə də, sən bunu nə üçünsə niyə eləyəsən ki? Bunu belə prosta gəlməyə yaxşılıq elə çıx get də, yox. Mən də bax onu deyirəm də, onun müzakirəsini qoyuram ki ortaya. Prosta yaxşılıq ancaq içimdən gələn adamlar edə bilərəm. Hansısa bir inanc yoxdur axı, dəyər yoxdur da, başa düşdün. Dəyər sadəcə mənim içimdir. Mənəm və qarşıdakı vəziyyət. Yəni bizim ikimizin arasındakı vəziyyətdən sonra olaraq mən yaxşılıq eləyib eləməmə şansım var. Amma bu hansısa bir inanc kökünə dayananda, sonrasına dayananda, sonsuz bir davamlılığa dayananda məncə biraz daha çox məna artmağa başlayır. Mənasız olaraq yəni torpağa sadəcə qarışıb yox olacağını inanırsansa, yəni burada biraz insanoğlunun statistik olaraq məncə qarşısını almaq çətinləşər. Eləyəcəyi mənfi hərəkətlərdə, eləyəcəyi mənfi yanaşmalarda. Bəlkə də mən belə görürəm insanlığı, amma ki sən məna şeyini heç onu fikirləşən adamdan nəsə bir təhlükə hiss eləmirsən ki, yəni torpağa qarışıb gedən, nə bir təbiətə inancı olan adamla müqayisədə daha belə aqressiv dindarla müqayisədə edirəm. O birisinin aqressivi yoxdur, onsuz da belə deyir də mənə görə. Niyə? İnsanlar dəyişir. Heç görmüsən o bir təhlükə hiss eləmirsən onlarda, mən hiss eləməmişəm. Kim deyirdi? Təmənna sözünə şey deyəcəm. Təmənna məsələsi tutaq ki, təhlükəli bir məsələdirsə, bu təmənna məsələsi onsuz da yaşadığımız həyatın içərisindədir axı. Təmənnasız heç nə yoxdur axı. Sən onsuz sadalayanda da təmənnanı qoydun ortaya, bir çox həyatı belə deyək, gedişatda da yəni. Sadəcə təmənnasız yemək belə yemirsən.
İstədiyin üçün yeyirsən. Elə belə soruşacağam. Yəni bəyəndiyin üçün yeyirsən. Belə məsəl üçün təmənnası olan orada meyvədir, yeməkdir, təmənnasızdır. Sənin bir yaxın dostundan nə təmənna ola bilər? Prosta seçmisən, eyni dalğadasan. Yox, təmənna axtarsan taparsan, eyni dalğada olduğunu təmənna. Sözümün düz gəlməyidir təmənna. Təmənna deyil bu. Bax, mən belə deyim də, bəyənmədiyin yeməyi yemirsən. Düzdür? Bəyənmədiyin dostla da oturmursan, bəyənmədiyin şəxslə də dostluq etmirsən, fikrini bölmürsən, sirrini açmırsan. Yəni bu təmənnadır da, bu da bunun dəyərləridir də. Bu dost sir götürəndir, yəni gözəl insandır, bəhməndir, budur. Belə müsbət cəhətləri var. Olmasa sən onu sadəcə bunları al ondan. O sənin üçün dost olmaz. Onda heç nə adi deyil. Powerbank olacaq. Onun da təmənnası odur da. Sən sadəcə dəyərlərini üstün tutmusan. Hansısa pul qarşılığına tutmursan dəyərlərini, nə bilim, güc qarşılığına tutmursan, insanlıq dəyəri. Sənin təmənnan insanlıqdır. Bu sadəcə nümunə idi mənim üçün ki, mən bunu sənə dedim ki, yəni o birisinin bir təmənnası var, nəm evlidir, o birisinin təmənnası var, işçi müdürdür. Mən nə demək istəyirəm? Yəni təmənnasız heç bir prosedur yoxdur. Təmənna onsuz da var. O təmənna o demək deyil ki, dəyərsizlikdir. Təmənna dəyər ola bilər sənin, doğrucu dəyər ola bilər və dinin də təmənnası doğru dəyərlərdir. Sənə göstərdiyi doğru dəyərlərdir. Təmənnasızlıq yaranır sən dediyin halda. Torpağa qarşısan və doğru dəyərləri zaten belə oturub fikirləşəndə bir adam kimi, insan kimi fikirləşəndə bilirik də bunu. Kimsə gəlib mənə desin, mən onu dedim, kimə lazımdır onu götürsün. Ona çatdır onu. Məsələn, o gedib oxusun orada. Mənə lazım deyilsə mən gəlib deyəcəm mən inancsızam. Öz həyatımı açıb baxsan, şəxsən bax istəmirəm. Mən öz sualı öz üzərimə çəkirəm. Mən öz öz həyatımı açıb baxsam, yoxdurmu həyatında elə bir çatışmamazlığın ki, dinə inansaydın o düzələrdi. Səhər yuxudan durma məsələsi məsələn. Bu mənim öz disiplinimdir. Mən bunu özümə eləyə bilmirəmsə, başqa heç nə mənə kömək eləyə bilməz. Bu artıq başqa yanaşmadır. Sən tabe olmaq nədir? Onu tabe niyə olum? Yəni mən özümə tabe ola bilmirəm ki, yəni burada disiplinimi mən qrafikimi qura bilmirəmsə əgər məsəl üçün nə bilim saat 7-də yatmışam, indi burdayam. Mən oradan bir özümün də izahım var ki, mən 7-yə kimi oturub işləmişəm, indi saat inanırsan da buna. Necə, nə mənada? Bu mənim prosesimdir. Öz кейsində inanırsan da düzələcək. Mənim prosesimdir. Mən saat 12-də yatsam, əlbəttə saat 6-da duracam, 7-də duracam. Yəni mənim disiplinim yoxdur. Bu mənim əlimdədir. Şey odur ki, sən öz keysində buna inanırsan ki, mən düz edirəm çünki bu vaxtı bunlar kimi iş görürəm və s. və axır. Amma sənin dini inancın olsa, onun Amerika saatı inanım sən üçün. Bunun düz olmayan mərhələlərinə artıq inanacaqsan ki, yox, mən dayan görüm, mən bu işi belə də edə bilərdim. Artıq yol axtarmağa başlayacaqsan ki, mən işimi necə edə bilərəm? Çünki mənim məsəl üçün deyirəm, iş saatı. Mənim dini inancım buna yol vermir axı. Mən səhər sübhə durmalıyam və s. eləməliyəm. Başqa namaz vaxtlarıma vaxt ayırmalıyam. Başqa mərhələlər. Artıq yəni sənin həyatında ola bilər ki, səhv şeylər, biz işə vaxt ayıran adamlarıq, amma bu çoxluq olaraq insanlarda belə deyil axı ki, vaxtını işə qoysun ki, orada biraz məqbul olsun ki, kişi işləyir də neynəsin. Amma insanlar gündəlik olaraq bir həyat yaşayır. 6-dan sonra hansısa aktivitelərə vaxt ayırır, xoş və yaxud naxoş və yaxud belə deyək, insan üçün doğrudan zərərli olan şeylərə vaxt ayırır. Amma dini inancın möhkəm və yerində olsa, bunlardan uzaqlaşmaqda sənə kömək edəcək. Okay, mən indiyə kimi həyatımda zərərli vərdişlərimdən heç birindən açığı dinə görə uzaqlaşmamışam. Amma dinlə onu möhkəmləndirmişəm. O deyir, zirvəyə qalxmaq mümkündür, belə deyək, asandır nisbətən. Orada qalmaq. Yəni mən o zirvəyə qalxmışam ki, məsəl üçün içki və yaxud siqaret və yaxud digər zərərli vərdişləri tərk etmişəm. Amma orada qalmağı möhkəmlədən mənim üçün dini inancı olub. Səbəb olaraq olmayıb ilk növbədə, amma dini inancla bunları möhkəmlətmişəm. Mən ona görə dini inancın gücünə inanıram. İnsan istəsə onu öz xeyrinə istifadə edə bilər yaxşı mənada. Yəni təmənna məsələsi, bəzi şeylər var ki, insanlar onu bloklayıb özləri üçün qoyublar ki, təmənnalı dostluq, bu çox pis bir şeydir. Təmənna puldursa, pis bir şeydir. Təmənna malsa, varlıqdırsa, gücsə, yenə saydıqlarında dəyərsiz şeylərsə bu. Saydıqlarında yenə mənə ekstra bir yük kimi gəldi odur ki, mən onsuz da bilirdim ki, mən içkini tərk edim də, yəni bu mənə bir xeyir yoxdur və yaxud da siqaretin mənə bir xeyir yoxdur. Bu pis vərdişdir. Məsəl üçün deyirəm, yəni çox primitiv şeylərin üstündə qurulub bu. Sənə belə deyim də, tutaq ki, sən qərar tam qərar məişət şeylərin üstündə qurulub bu. Yəni bu qorxuların üstündə qurulub. Yəni bir şeyini tuta bilmirəm bunu ki, yəni məni necə uzaqlaşdıra bilərsən bundan? Mən özüm də bilirəm ki, bu ziyandır. Uzaqlaşsam uzaqlaşacağam. Həyat məncə məişət məsələlərinin
üzərindədir ümumiyyətlə. Yəni Yorur da məişət adamı dediyimiz da, bizim gündəlik həyatımızdır. Yəni bizim dediyimiz məsəl üçün böyük daha ciddi fəlsəfi məsələlər, detallar, momentlər var orada. Gəl ilişmisən burdan. biz fəlsəfi detallar dediyin çətinliklər var ya, insanın yaratdığı çətinliklərdə müharibə, nə bilim, xəyanət və s. və ilaxır. Məişət detallarının icra olmaması gətirir, çıxarır insan həyatına ora. Yəni məişət detalları kiçik bir şeydir, amma pozulana qədər. Pozulandan sonra çətinliklər aparır insanı. Gündəlik məişət həyatını düzgün yaşamayan insan, onun bütün maddələrini icra eləməyən insan sonda elə bir yerə gəlib çıxacaq ki, yəni hə, o detalların içində boğulacaq. Çoxda axı detal, yüzlərlə detal var ki, artıq bunları düzəltmək lazımdır. Amma sadəcə və sadəcə evə gedib, səhər falan vaxt durub, axşam falan vaxt yatıb, yeməyini bişirib, bunu eləyib. Sıxıcı dediyimiz şey bilirsən nədir? Bizdə yaranmış obrazdır. Biz luxury car sürməliyik, böyük villada yaşamalıyıq. Nə bilim, başqa nələr sadalanır. Saatımız Rolex olmalıdır. Məsəl üçün insanların başqa fərqli hədəfləri var. Ən gözəl xanım məndə olmalıdır. Yəni fərqli şeylər, zövqlər fərqlidir axı. Ən çox pul məndə olmalıdır və s. və s. O səninlə ikimizin aramızda olan bəhsə-bəstimizdir. O mənim sənə özümü göstərməyimdir. Bunun heç kimə dəxli yox. İnsanlıqla bəhsdədir. İnsan var, doğrudan da heç kimlə bəhsə deyil. Belə deyək, beyni yanıb o istiqamətdə. Mən cavan, gənc insanlar var ki, eşidirəm. Həyat dərdi şəxsən yaxınımda yoxdur. Allaha çox şükür. Həyat dərdi sırf xanımdır, sırf qızdır, sırf yəni bu məclisdən o məclisə, bu belə həyat tərzi ola bilməz axı. Yəni bu nə məişət həyatıdır. Burada məişəti elə pozub da. Mən sənə deyim ki, o fəlsəfi detallar o qədər var. Orada o psixoloji momentlərdir. Onun nə bilim, nə travması var, nəyi var, nəyi yoxdur. Səbəbdir sən dediyin. Özünü kimə sübut eləmək istəyir, özünə sübut eləmək istəyir, yoxsa kimə? O başqa detallardır. Səbəbdə o yatırsın. Onun da bir şeyi var da, yəni nə bilim, birin qaraciyəri ağrıyanda xəstə kimi baxırsan da, o da bir xəstədir. Məsəl üçün deyirəm. Mən sənə razıyam. Amma onun da çarəsi var, onun özünün. Prosta başa düşsə ki, bu da bir xəstəlikdir. Onun da çarəsi var. Bunu psixoterapevt yanına gedib terapiyalar keçmir. Müalicə eləmək də olar. Amma dini inancı bunu verir axı sənə. Dini inancı bunu verir sənə. Hə, dini inancı olduğunu zənn edib bu səhvləri eləyən adamlar var. Çünki o zəndədir. Elə bilir ki, dinə inanır. Dinin görüntü verir ki, dinə inanır. Bizim başımıza kim yaxşı sığallayırsa, o tərəf daha maraqlıdır da. Dininlə sənə radikal gəlir. Nə desən, nə bilim, kəstirib atmaq, nə bilim belə şeylər. Və burası sənə bir araşdırır, oxuyur, detallara gedir, nəyə görə belə olmusan, niyə. Düz deyəndə daha çox deyə bu. Çox trenddə deyə bu söz bu dəqiqə ki, yəni travmalarım var, amma qaşıyır, tapır da onları başa düşdün. Tək başına oturub mən onu eləyə bilmərəm axı, o kitabı oxuyub mən bir yerə gələ bilmərəm. İlk başda dediyim məntiq məsələsi var. Yəni məntiq məsələsi, məntiqi çağırmaq lazımdır burada ki, mən bu məsələdə radikal davranmayıb, ümumiyyətlə məsələ əlim tərsimdən itəliyim, yoxsa davrana bildiyim qədər davranım, riayət eləyə bildiyim qədər riayət eləyim. Yəni mən özüm dinin bir çox tələblərini hələ də tam icra eləmirəm. Amma bu o demək deyil ki, mən tam olaraq belə üzümü çörüm, yanlış və yaxud da əks istiqamətdə gedim. Yəni bu o demək deyil mənim fikrimcə. Mən əgər məsəl üçün də dində su içməyin qaydaları, ədəbi var. Bunu icra edə bilirəm, bunu edirəm. Yeməkdə icra edirəm, yeməyi edirəm. İçkini içmirəm, onu edirəm. Və s. və ilaxır kimi məsələlərdə. Hə, ibadətə çatanda mən ruhumun gücü çatan qədər, hal-hazırdakı ruhumun təmiz vaxtında gücüm çatan qədər ibadətimi edirəm. O gün qarışdı, saat keçdi, mən yenə fokusum qarışdı, mən gedirəm, icra eləmirəm bəzi şeyləri, bundan fəxr eləmirəm və yaxud bundan ən azından insanlar qarşısında utanmıram. Amma ki, mən bunu belə həyatımı davam etdim. Bu o demək deyil ki, mən filan saatlardakı namazlarımı qılmıram deyə ümumiyyətlə hər şeydən imtina edeyim. Bu o demək deyil. Yəni, məntiq bunu səsləndirir də mənə. Onu demək istəyirəm. Məntiqlə səslən ki... Totala gəlin. Aşağı-yuxarı eyni şeyi yaşayırıq da, belə deyib. Birimiz 9-da dururuq, birimiz 12-də dururuq. İkimiz də işləyirik. Belə deyim də, düzdür, sən məsəl üçün inancısan, mən inancsızam, amma belə bir pis vərdişlərimiz də belə deyim də sənə
lap belə vulqar, belə gözə girən bir şeylərimiz Razıyam. yoxdur bir-birimizdən belə fərq. Razıyam. Bizi fərqləndirən nədir burada? Bizi fərqləndirən cəhət Nəticədə bizi bir tərəziyə qoyanda fərqləndirən cəhətimiz nədir bizim? şəxsən öz üzərimdən danışsaq, mənim üzərimdən. Mən indiki Nihatla inancsız Nihatın perspektivli fərqlərini görürəm. Yox. Biz ikimizi tərəzidə. Bizim ikimiz əslində ümumiyyətlə yanlış müqayisədir axı. Yox, ümumiyyətcə də bizi fərd kimi, adam kimi Xüsusi belə bizi fərqləndirən sözün olması xüsusi bir fərqimiz yox. Bir dənə ağlımızdır, bir də ki hansısa belə qərarımızdır. Yəni ağlımızdan çıxıb yola çıxanda verdiyimiz qərarlardır ki, mən burada belə fikirləşəcəm, bu belə fikirləşəcək. Bu dini inanc məsələsi kimisə kimdənsə yaxşı eləmək üçün deyil. Yaxşıya görə yox. Və yaxud xeyirli eləmək üçün deyil ki, mən səndən daha xeyirliyəm iddiası deyil məsələ. Sən səndən daha xeyirli ola bilərsən məsələsi var da. Mən əvvəlki mənimdən daha xeyirliyəm və hansısa məndən daha xeyrsizəm. Özümə, cəmiyyətə, ətrafa. Yəni bu mən məsələ deyirdim, ikimizin fərqində hansımız hansı dərəcədə yanacaq söhbətinə gətirəm. Yəni bu yanmaq məsələ üçün deyirəm. Bilirəm, mən doğrudan yanmaq məsələ yəni, çox primitiv şeydir bu. Özümü qorxaq kimi təqdim edirəm bir yaxşı müqayisədə. Mən doğrudan da o məsələ mənə təsir edən məsələ deyil. Hə, bilirəm. Kimsə mənə iddia eləyər ki, sən nədir yanmaq, onu başa düşmürsən, ona görə sən deyirsən qorxmuram. Amma yəni özümü aldadıb qorxaq kimi göstərməyin adı da yoxdur da. Mən bu məsələdən qorxmuram. Yanmaq məsələsindən qorxmuram. Ona görə də mənim motivasiyam onsuz da orada deyil. Yəni şeydə deyil də. Anti-motivasiya deyirlər, nə deyirlər? Onda deyil mənim məsələm. Mənim məsələm açığı cənnətdə də deyil. Mənim məsələm biraz bu dünyadadır. Hə. Belə bu mən də onu deyirəm ki, bizi fərqləndirən ağlımızdan görə verdiyimiz qərarlardır. Aha. Mən buna daha çox inanıram, sən başqa şey. Məntiqimə, ağlıma, məsəl üçün də sən də həmçinin orada verəcəyin qərarlara. Yanaşmamız oxşardır. Hə, yəni ki bu çox ortaq nöqtəsi var. Amma yenə də deyirəm, burada mən burada bir nəfərin də Gamezerdə var deyə belə ox kömək eləyir. Ona nə ehtiyacım var? Biraz riyazi hesablamalarda var. Düzgün hesablama ardıcılığı aparmır, axırda 5 dənə artığın çıxır, 5 dənə əskiyin çıxır. Sən indi onu eləyirsən, o illüziyanı yaradırsan. Səhv nədir? Orada da hər dəfə o suallarda səhv olur da. Mən deyirəm ki, bunu bu qanun ardıcılığına eləsən ilişməyəcəksən. Sən qanuna ardıcılığı pozursan deyirsən. Sən də eynən bu sualda başqa bir istiqamət açırsan. Sən və mən ayrı fərdlərik. Sənin üzərində din və mənim üzərində din ayrı effekt verir. Başa düşdün? Yəni mən dinin azca effekti ilə gəlib səninlə bərabərəmsə, o demək deyil ki, din zəifdir. Və yaxud sənin inancların, inancsız yanaşman güclüdür. Bu o demək deyil. Sən bir də inancla yanaş bax. Məsələyə gör sənin üçün necə olur. Sənin qabın başqadır, mənim qabım başqadır. Mən heç vaxt art yanaşa bilmirəm məsələyə, məsəl üçün. Mən heç vaxt məsəl üçün tutaq ki, mən heç vaxt qaçış üzrə böyük rezultat verə bilmərəm. Asma xəstəsiyəm mən. Sən verə bilərsən. Yaşlar məsələsi var. Məsəl üçün deyirəm də. Mən heç vaxt sağ əlimdən böyük qol gücü yarış eləyə bilmərəm. Baxmayaraq ki, fiziki cəhətdən özümə həmişə üzərimdə işləmişəm. Amma sən eləyə bilərsən. Sənin qolun sağlamdır, mənim qolum qırıqdır. Sənin qorxun var orada, mənim yoxumda. Məsələ yəni kimin nə üstün cəhətləri var. Belə baxanda kimdən soruşsaq ətrafımızda, Tərlan sağ qolu üzərində işləsə daha çox rezultat verər, yoxsa Nihat hamı deyər ki, Nihat. Amma yox qardaş. Nihatın travması var. Nihat nə qədər qorxan yeri var orada. Qorxan yeri var, zəif yeri var. Qabı yoxdur da orada. Yəni doldur sızan yeri var. Sənin amma yəni məsəl üçün deyirik də, orada sızan yerin yoxdur. Doldurduqca qabın dolacaq. Qabın böyükmüş. Genetikanda var imiş. Yəni ona görə də bu din məsələsi də elədir. Yəni sənin qabında nə qədər var? Başa düşürəm biz bunları danışırıq və yekunda nə mən dinlə çıxacam, nə sən dinə gələcəksən. Amma ki, ən azından nə də bu söhbətlər qutaracaq. Hə, nə də bu söhbətlər qutaracaq. Ən belə aktual söhbətlər olub həmişə. İnanan, inanmayan, sonra giririk inananların içində məzhəblər, bir-birini qıranlar və s. və axır. Məsələ onsuz da bu deyil, məsələ şəxsimizdədir. Yəni məni maraqlandırmamalıdır ki, Tərlanı maraqlandırana qədər məni maraqlandırmamalı ki, Tərlan nəyə inanır? Tərlan o mövzu mənim qarşımda açana qədər. Və niyə inanır? Niyə inanmır? Yəni bu təzyiq formasında olmamalıdır. İstəyir inançsız. Yəni bu təkcə dindarlarda deyil ha, bunun əksi də var. İnançsız adamlar var ki, sıxır inancını ki, sən nəyə görə? Biz elə başa düşürəm ki, danışdığımızın məntiqi ordadır ki, kimsə nəsə də bir yəni də soruşsa məntiqi nə idi bu danışdığı? Mən elə başa düşürəm ki, heç olmasa yəni bu iş yerlərində və yaxud da bir dostluqda, bir kuruqla, bir
bir belə 5-10 nəfərin içində kimisə dininə və yaxud da dini inancına görə ya da inancsızlığına görə orada yəni bir bullying və yaxud da bir diskriminasiya yaranmamalıdır ona görə. Sözsüz əlbəttə ki, yəni, məsələ onsuz biz söhbət elədik aşağı-yuxarı axırda gətirib çıxartdıq ki, eyni şeyi fikirləşirik. Özüm bilirəm, aşağı-yuxarı eyni şeyi fikirləşirik. Sənin üstündə effekti ayrıdır, mənim üstümdə ayrıdır. Amma eyni şeyi fikirləşirik. Yolumuz eynidir. Eyni yolu gedirik. Paralel gedirik məsəl üçün bunu. Kəsişdiyimiz bir iki nöqtə var ki, orada da aydınlaşdırıb təzədən ayrılaşıb paralel gedə bilirik. Ofisdə də, adlı iş yerlərində və yaxud da ümumiyyətcə də harda olur olsun, ona görə heç kimə yəni bir sıxmasın. Yəni o mənə heç vaxt çatmayıb ki, buna qoşqu əlavə olaraq demək istəyirəm ki, amma mən inanıram ki, bir çox insanlar var ki, özünü inancsız sayıb, zənn edib, inanclı insanlardır. Onun içində bir inancı var, onun adını qoya bilmir. Fərqi var bizim üçün. Yox, mənim üçün. Amma ki, yəni də insan bunu çatdırmaq istəyir də. Çünki vaxt olub da, yəni ki, cəmaata maraqlı idi ki, davay gedib filan kəsi götürək, buradan aparaq gedib, bəhs eləyib, bunu biraz sıxaq görək, bəlkə gətirək. Gətirməkdə də bir niyyət olub, bir bonus qazanaq. Yəni 3-ə bir dənə o şeydir, makaron üstünə mayonezi skoşlayırlar. Yəni bir bonusumuz olsun, başa düşdün. Yəni ki, bu ehtiyac yoxdur. Birinci insan öz üzərində işləməlidir. İnsan özü kamil. Ehtiyac yoxdur sənin cəmaata bu uşaq psixologiyası söhbətində dediyi birinci özün əməl elə, birinci özün kitab oxu, birinci özün telefonu uzaq dur. Uşaq psixoloqları birinci valideynlə danışmalıdır. Yəni mən də o məsələ ona gətirirəm ki, sən birinci özünlə məşğul ol. Yəni bizim dinin peyğəmbəri nümunə olmasaydı, sadəcə cəmaatla məşğul olsaydı, ya bu məsələ, bu din mövcud olmazdı bəlkə dinli. Yəni məsələ birinci onun özünün nümunəvi olmağıdır. Sonra yaymağıdır. Məsələ ondan ibarət. Bayaq mən o alimlər söhbətində də deyəndə ki, oturub onun detallarına getməyib, nə bilim mən inanclıyam, inancsızam. Bunun nəzəriyyəsi olub, bunun bir teoriyası, buna inanıb, bunu eləyib. Yəni burada da hər hansı bir fəaliyyətdə də bir yerdə də buna oturub enerji sərf eləməyə ehtiyac yoxdur da. Kim nə istəyir özü bilər, kim nəyə inanır özü bilər. Sən o yola onunla get, inan həmin adama. O prosesə inan. İnanclı və yaxud inancsız xoşbəxt həyat yaşamaq ümidi ilə deyək. Amin. Görüşərik.